kütləli bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafiki göstərilmişdir. Hansı proses zamanı qaza verilən istilik miqdarı yalnız onun daxili enerjisinin dəyişməsinə sərf olunur. Gəlin termodinamika birinci qanunu yazaq. Q nəyə bərabərdir? Delta U üstə gələk A'. Əgər Q delta U'ya bərabərsə, deməli A' sıfıra bərabərdir. Yəni qazın işi sıfıra bərabərdir. Qazın işinin də sıfıra bərabər olması üçün, yəni A'-in sıfıra bərabər olması üçün nə olmalıdır? V konstant qalmalıdır. Ona görə biz V'nin konstant olduğu izoxar proses seçməliyik. Bu da baxın 1-3'ə uyğun gəlir. 1-3-də PT ilə düz asılıdır. P artır, T artır. Deməli burada V sabit qalıb. Cavab 1-3 B variantı. Baxaq 2-yə. Bir atomlu ideal qaz üzərində gedən AB proses zamanı qaz 200 kilojol istilik miqdarı almışdır. Qazın gördüyü işi tapın. Baxın, AB prosesində nə görürsünüz? Görürsünüz ki, VT ilə düz asılıdır. Deməli, burada P konstant qalıb. İzobar prosesdir. Biz də bilirik ki, izobar prosesdə deməli, istiliyin 0,4 hissəsi işin görülməsinə sərf olunur. Qazın işində qazın gördüyü işi tapaq, gəlin. 0,4'ü vuraq 200'ə. Bu da bizə nəyi verir? 80 kilojolu verir. Verilmiş kütləli bir atomlu ideal qaza müəyyən qədər istilik miqdarı verildikdə o xarici qüvvələr üzərində, ideal qaz xarici qüvvələr üzərində, yəni A' nəyə bərabərdir? 80 kilojol iş görmüş və daxili enerjisi 120 kilojol artmışdır. Baxın, qaza müəyyən qədər istilik verilir. Onun yarısı, yəni 80 kilojol işin görülməsinə, 120 kilojol isə daxili enerjinin dəyişməsinə sərf olunur. Onda bu necə prosesdir? Bu, əlbəttə ki, izobar prosesdir. Ona görə də bu variantlar getdi. A ilə Y-nin arasında qaldıq. Burada deyir ki, daxili enerji artır. Daxili enerji artırsa, deməli, temperatur da artır. P-nin sabit qaldığı, T-nin artdığı variant götürməliyik. Olacaq A variantı. Sabit kütləli bir atomlu ideal qazın izoxor qızması və adiabat sıxılması üçün Euler Venn diaqramında uyğun bəndləri müəyyənləşdirin. İzoxor prosesdirsə, burada nə olacaq? V konstant olacaq. Qısa yazsaq, PV də T'yə bərabərdir. Əgər V sabitdirsə, qızma prosesində temperatur artırsa, bizim təzyiqimiz də artmalıdır. Adiabat prosesi isə istilikdən təcrid olunmuş prosesdir. Yəni Q sıfıra bərabərdir. Q də bərabərdir. Delta U üstə gələk A'. Buradan Q sıfıra gedəndə onda delta U nəyə bərabər olur? Mənfi A' və yaxud A-ya bərabər olur. İndi gəl uyğunluğu seçək. Və sıxılma prosesi isə onu qeyd edim. Əgər sıxılma prosesi adiabat prosesdə V azalırsa, temperatur, daxili enerji, təzyiq, bunlar hamısı nə olur? Artır. Daxili enerji artır. Deməli, birinci izoxor qızma prosesində temperatur artdığından burada daxili enerji artacaq. Adiabat sıxılma prosesində daxili enerji artacaq. Ona görə bir getdi ortaya. Təzyiq. Baxın, izoxor qızma prosesində də gördük ki, təzyiq artır. Adiabat sıxılmada da artır. Ona görə 2 də getdi ortağa. Qaza verilən istilik miqdarının hamısı onun daxili enerjisinin artmasına sərf olunur. Bu necə prosesdir? Burada iş görülmür də, deməli V konstantdır. Ona görə 3 gedəcək bura. Xarici qüvvələrin qaz üzərində gördüyü iş yalnız onun daxili enerjisinin dəyişməsinə sərf olunur. Bu da görür ki, Q yoxdur. Deməli, burada Q sıfırdır. Adiabat sıxılma prosesidir. 4 də getdi bura. Sonra qazın sıxlığı artır. Baxın, burada izoxor qızma prosesində V sabit olduğundan burada Rho da sabitdir. Ona görə də sıxlıq dəyişməyəcək. Amma adiabat sıxılmada da dedik ki, həcm azalır. Həcm azalırsa, buradan sıxlıq nə olmalıdır? Artmalıdır. Ona görə sıxlıq artır, adiabat sıxılmada 5 getdi bura. Qazın sıxlığı dəyişmir, o da izoxor qızma prosesindədir. 6 da getdi bura. Cavab olur Y variantı. Baxaq 5-ə. Sabit təzyiqdə P konstantdır. Verilmiş kütləli bir atomlu ideal qaz müəyyən qədər istilik miqdarı alaraq daxili enerjisini 24 kilojol artırır. Bura qədər gəlin birinci baxaq görək nə qədər istilik verilibdir. Deməli, delta U nəyə bərabərdir? İzobar prosesdə 0,6 Q-yə. Buradan Q-nu tapsaq, delta U-nu 0,6'ya bölməliyik. Deməli, delta U nə qədərdir? 24 kilojolu bölməliyik 0,6'ya. Bu da bizə nəyi verəcək? 40 kilojolu verəcək.
İndi biz müəyyənləşdirdik ki, P konstant olanda daxili enerji 24 kilojoule artırsa, deməli nə qədər istilik verilib? 40 kilojoule istilik verilib. İndi ikinci hissəyə baxaq. Bu qaza sabit həcmdə, artıq sabit həcmdə V-ni saxladıq konstant. Eyni qədər istilik miqdarı verildikdə onun daxili enerjisi nə qədər artacaqdır? Baxın, V konstantdırsa, bu zaman A işləyirik, A-ya bərabərdir, o da 0-a bərabərdir. Onda Q nəyə bərabər olur? Delta U-ya. O da elə 40 kilojoule da. Tapışdıqca 40, cavab eləyəcək 40 kilojoule. Hansı ifadələr düzgündür? Sabit kütləli bir atomla ideal qaz, qazın təzyiqinin mütləq temperaturundan asılı qrafiki verilmişdir. Gəl baxaq. AB prosesində nə görürsünüz? AB prosesində görürsünüz P artır, T artır. Deməli, V konstant qalıb AB prosesində. V konstant qalıb. Yəni, burada elə yazaq. V konstantdır. Və T artdığına görə daxili enerji nə olur? Artır. Deməli, AB hissədə qaza verilən istilik miqdarı V konstant, sonda Q nəyə bərabərdir? Deməli, delta U-ya. Deməli, qaza nə qədər istilik verilirsə, onun hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. Ona görə bir ifadəsi düzgündür. İş görülmədiyinə görə 2 səhvdir. İndi gəl AB-dən qutardıq, keçək BC-yə. BC-də nə görürsünüz? Görürsünüz ki, T sabitdir. T sabitdirsə, BC hissədə baxın. Burada nə olur? Daxili enerjinin dəyişməsi 0-a bərabərdir. Sistemə nə qədər istilik verilirsə, bunun hamısı işin görülməsinə sərf olunacaqdır. Düzdürmü? Onda BC hissədə qaza verilən istilik miqdarının hamısı onun daxili enerjisinin dəyişməsinə sərf olunur. Xeyr. BC hissədə qaza verilən istilik miqdarının hamısı onun işin görülməsinə sərf olunur. Bəli, 4 düzgün ifadədir. Sonra BC hissədə qazın həcmi artır. Gəl baxaq. BC hissədə qısa yazsaq PV bərabərdir T-yə. Baxın, T sabit qalıb, P artırsa V azalır. Deməli, həcm azalır. 5 ifadəsi səhvdir. Qazın həcmi azalır, bəli. 6 ifadəsi düzgündür. Ona görə cavab 1, 4 və 6 olacaq. Bax, 7-yə. Prosesləri bir-bir gəlin araşdıraq. Baxaq, birinci nədir? İzotermik sıxılma. Qısa yazaq, PV bərabərdir T-yə. İzotermik isə T sabit qalır. Sıxılma olduğuna görə V azalır, P artır. Görək, hansı var burada? Qazın və həcm azaldığına görə sıxlıq nə olacaq? Artacaq. Sıxlıq artır, qazın sıxlığı Y getdi bura. Ondan sonra başqası yoxdur. İndi baxaq izoxor soymaya. PV bərabərdir T. İzoxordur deyə V sabitdir. Soyma olduğuna görə temperatur azalır və bu zaman nə olur? Təzyiq də azalır. Və iş görülmür. A işləyirik, A-ya bərabərdir, o da 0-a bərabərdir. İş görülmür, qaz iş görmür. S getdi bura. Sonra qazın sıxlığı dəyişmir. V dəyişmədiyinə görə Rho da dəyişməyəcək. S də getdi bura. İzobar qızmaya baxaq, üçüncüyə. PV bərabərdir T-yə. İzobar olduğuna görə P sabitdir. Qızma olduğuna görə T də artır, V də artır. Bu zaman V artdığına görə Rho nə olacaq? Azalacaq. Ona görə qazın sıxlığı azalır. D getdi bura. Ondan sonra qaz müsbət iş görür. Qazın müsbət iş görməsi üçün V artmalıdır. Ona görə A da getdi bura. Sonra B-də deyir ki, qaz xarici mühitlə istilik mübadiləsində tərcid olunub. Yox, burada adiabat prosesi olmalıdır. Adiabat prosesi də yoxdur. Ona görə cavab olur Y, C, A və D. İndi baxaq situasiya suallarına. Deyir ki, müəllim ideal qaz qanunlarını nümayiş etdirmək üçün içərisində bir atomlu ideal qaz olan 3 kub desimetr həcmli hermetik qapalı qab. Qapalı qab sözünü görən kimi fikirləşin ki, tez bu izoxor prosesdir və sabitdir. Deməli, qapalı qabı manometrə birləşdirir. Qazı soyutduqda manometrin göstərişi 40 kilopascal azalır. Qaz üzərində hansı proses baş verib? İzoxor prosesi, yəni Şarl qanununa görə. Bu da V sabit qalıbdır. Bizə bilirik ki, qısa yazsaq PV bərabərdir T-yə. Əgər V sabitdirsə və qazı soyutduqlarına görə T azalıb, T azaldığına görə də nə olub? Təzyiq də azalıb. Yəni, izoxor prosesdir. Deməli, burada P ilə T düz mütənasib asılıdır. Təzyiq və temperatur. Və deməli, burada temperatur azaldığına görə təzyiq də azalıb. Bu qədər azaldı. Sonra qazın başlanğıc halını A nöqtəsi ilə təsvir olunduğunu bilərək qazın halının dəyişməsi qrafikini daxili enerjinin sıxlığının asılı diaqramda çəkin. Baxın, V konstantdır. Çünki dedik qapalı qabdır, qapalı qab olduğuna görə
V konstantdır. V konstantı deyər, rho da konstantdır. Ona görə mən rho-nun tez konstant olduğunu çəkirəm. Və nə olur burada? Dedi temperatur azalır. Temperatur azaldığına görə daxili enerji də azalır. Ona görə qrafikim olacaq bu şəkildə. Bax belə. Daxili enerjinin azaldığı, rho-nun sabit qaldığı şəkildə. Sonra eksperiment zamanı daxili enerjisinin neçə joule azaldığını müəyyənləşdirin. Delta O nəyə bərabərdir? 2-də 3. İzoxor olduğuna görə V delta P. Bu da bərabərdir. 2-də 3 vurulsun 3 vurulsun 40. Deməli, o da 180 joule eləyəcək. 180 joule. Deməli, qazın daxili enerjisi 180 joule azalıb. Mən cavabı promoy dedim. 3 kub desimetri kub metrə çevirməliyik. O da olacaq 3 vurulsun 10 üstündə mənfi 3. Aha. Vurulsun 40 vur 10 üstündə 3. 10 üstü 3'lər bir-birini apardı. Buradan alırıq ki, cavab 180 joule edir.